Başladıq. Demək, müəllif kim oldu? Əhməd Cəmil. Əhməd Cəmil. Can nənə bir nağıldır. Demək, burada məsələ nədir? Omana bu lirik növdə yazılıb. Şeirdir, iri həcmli bir şeirdir. Şeirlərdə adətən deyirik süjet xətti olmur, amma burada sanki bir kiçik bir süjet xətti var demirəm ha, amma kiçik bir süjeti xatırladan bir şeylər var, nüanslar var. Burada nədir? Demək, nənə nəvəsini yatırdır və ona görünür ki, nağıl deyərək yatırdır. Nəvə nənənin nağıllarına qulaq asa yatır, amma nəvə yatmaq istəmir. Nənə nağıl danışıb, bax adına baxın, Can nənə bir nağıldır. İkinci bir nağılı da istəyir nənədən danışmağını. Və nənə də nəvəsini anlatmağa çalışır ki, bütün nağılların hamısını mən indi danışsam, bir dəfəyə danışsam, bəs sabaha nağıl qalmaz axı. Uşağın yatmama səbəbi nədir? Atası üçün çox narahatdır. Çünki atası müharibədədir, döyüşlərdədir, yəni soyuq, şaxtalı bir qışdır. Belə bir havada atası səngərdə döyüşür, vuruşur və bu da uşağı çox narahat edir. Atasının şəkli də, demək, çarpayısının ayaq tərəfində yox, çarpayısının ayaq tərəfində divara yatanda baxır, atasına baxır, atasının şəklinə baxaraq yatır. Atasının şəklinə baxdıqca da atasını xatırlayır və düşünür ki, atası indi soyuqdur, qardır, üşüyür, axı səngərdə necə dözür. Atası üçün narahatdır deyə yuxuya keçə bilir. Və nənə ilə nəvənin bir diyaloqu var burada. Nənə də ona anlatmağa çalışır ki, burada şeirin sonuna doğru görür ki, burada ümid verici şeylər var. Ki, narahat olma, atan gələr, sağ-salamat döyüşdən qaydar, toğlumuzu kəsərik və burada bir xəyal dünyasına keçirlər bunlar. Bir andan xəyal edirlər ki, bax, atan gələcək, toy bayram edərik, baban saz çalar, ax, toğlumuzu kəsərik, qonaqlar gələr, yeyib içərik. Yəni, sanki uşağa ümid verməyə çalışır ki, hər şey yaxşı olacaq. Uşaq kədərlənməz. Doğrudur, dərd eləməsin, kədərlənməsin və rahat yatsın. İndi gəlin şeirə baxaq. İntonasiyasını uşaqlar. Bir şeiri intonasiyalı oxumaq üçün, əvvəl də demişdim, ifadəli oxu qaydalarına rəayət etmək lazımdır. Bunun üçün nə edirik? Birinci, sözləri düzgün tələffüz etmək lazımdır. Yazıldığı kimi yox. Düzgün, buna alfabet qayda deyirdik, yadınızdadır mı? Düzgün tələffüz edərək oxumaq lazımdır. Bu bir. İkincisi, sözlərin mənasına uyğun tələffüz etmək lazımdır. Mənasına uyğun tələffüz etmək lazımdır. Yəni, məsələn, misal üçün, sizə bunu da demişdim. Kobud sözünlə incə sözünü eyni tonla tələffüz eləmək olar mı sizcə? Birini nə şəkildə deyirsən? Deyin görün. Məsələn. Kremlinin caynaqları. Aha, de görün, kobudla incəni tələffüz elə görün. De görüm kobud sözünü. Hə, tutaq ki, aha, indi incə söz. Zərin. Kobud, incə. Kobud, incə. Eyni səslə ona demək olmaz. Demək, sözlərin mənasına uyğun tələffüz eləmək. İkincisi, durğu şərailərinə əməl eləmək. Durğu şərailərinə rəayət etmək, əməl etmək sənin intonasiyanı formalaşdıran şeylərdən biridir. Və oxuduğun şeyin məzmununu dərk eləmək. Turqut, dinlirsən? Oxuduğun şeirdirmi, əsərdirmi, sənə verilən o parça nədirsə, onun məzmununu dərk eləməlisən. Mənasını, məzmunu başa düşməsən, sən intonasiyanı alındıra bilməyəcəksən. Aydın oldu, fikrim çatıra bildim. İndi gəlin baxaq. Burada 3 hissədən ibarətdir. Müəllif hissəsi var, hadisələri bizə nəql edən, danışan şəxs. Hadisələr müəllif dilindən söylənilir. Müəllif dilindən söylənəndə neçənci şəxs deyirdik buna? Üçüncü şəxsin. Amma obrazın dilindən söyləniləndə birinci şəxs. Burada hadisələr müəllif dilindən, yəni üçüncü şəxsin dilindən söylənilir. Sonra nənə obrazı var, bir də uşaq obrazı var. Bəli, biz bunu səhnələşdirəndə biz bunu 3 hissəyə bölməliyik. Müəllif, nənə, nəvə hissəsinə. Baxaq, hissələri deyəcəm, oradan karandaşla bölərsiniz. Hə, ay nənə, bir nağıl da de. Ömrüm günü, yat daha. Hamısını indi desəm,
nağıl qalmaz sabaha. Can nənə, de birini də. Ağrın alım, sözə bax. Evimizdə səndən savay, gör heç varmı bir oyaq? Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan. Taxt üstündə məstan pişik, odur, yatıb bayaqda. Ört üstünü, dərdim mənə, bax, eşikdə yel əsir. Qar yağırmı? Elə yağır, sazaq qılınc tək kəsir. Belə yağsa, qar sübhəcən yolu izi örtəcək. Kirpiklərin lap qovuşur, cırtdan bala, yat görək. Nənə yığır düyünçəyə iynəsini, sapını. Külək hərdən taqqıldadır pəncərəni, qapını. Körpə çəkir təzə, güllü yorğanını üzünə. Gözlərini yumur, amma yuxu getmir gözünə. Ay nənə, o kimdir elə pəncərəni bərk vurur? Heç kim deyil, yat ay bala, yeldir, qarı sovurur. Bir gizilti duyur uşaq vücudunda bu ara. Həsrət qonan gözlərini zilliyərək divara. Çarpayının baş ucunda öz əli ilə astığı. Şəklə baxır, fikrə gedir, qucaqlayır yastığı. Bəs, ay nənə, atan indi hardadır görəsən? Bıy, başım axır. Oğul, yatmayıbsan hələ sən? Axı, nənə, heç demirsən, atam haçan gələcək? İndi onu səngərdə bəs üşütmür qar külək? Ömrüm günüm, körpə quzum, qurban olum adına. Niyə köks ötürürsən o düşəndə yadına? Atan yazır, hələ xoşdur bu tərəfdə havalar. Deyir, oğlum darıxmasın, görüşərik bu bahar. Bağçalarda çiçək açar, gülöyşə nar, yasəmən. Qaranquşla bir zamanda qayıdaram kəndə mən. Heç darıxma, dərdin alım, atan gələr o zaman. Sənə çoxlu nağıl deyər, əskərlikdən, davadan. Diyat indi, gecə keçir. Onda nənə, ay nənə, qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə. Yaxşı, bala, qoy bağlarda çiçək açsınlar, ərik, sağlıq olsun. Ağ toğlunu atan üçün kəsərik. Mən eyvana xalı sallam, anan evi bəziyər. El qaydası süfrə açar, qohum qonşumuz gələr. Sən atanı qucaqlayar, üz gözündən öpərsən. Qoca baban saz köklüyüb, nağıl deyər süpəcən. Körpə güldü, həsrət dolu gözlərindən uçdu qəm. Öpdü onun xəyalını, indi özgə bir aləm. Qaranquşlar uçub gəldi, açdı çiçək, güldü yaz. Qucaqladı atasını, sonra kimsə çaldı saz. Körpə özü hiss etmədən onu yuxu apardı. Çöldə isə bütün gecə külək tufan qopardı.